Texnologiya sürətlə inkişaf edir və süni intellekt bir çox sahədə artıq insanları əvəz etməyə başlayıb. Bəs hansı peşələr təhlükədədir? Bu videoda yaxın illərdə yoxa çıxacaq və ya çox ciddi dəyişəcək peşələrə baxacağıq. Süni intellektin ilk vuracağı sahələrdən biri kassirlər olacaq. Bu sahə yavaş-yavaş tarixə qovuşur. Dünyanın bir çox ölkəsində artıq ənənəvi kassir işçilərinə ehtiyac azalmaqdadır. Əvəzində isə self-servis, yəni özünə xidmət sistemləri önə çıxmağa başlayır. Bu sistemlər necə işləyir? Müştəri mağazada məhsulları səbətə yığır, sonra isə kassaya çatanda xüsusi ekranlı aparata yaxınlaşır. Orada məhsulu özü skan edir, sonda kartla və ya telefonla ödəniş edir və qəbzini götürüb çıxıb gedir. Və beləliklə kassirə ehtiyac qalmır. Hətta self-servisdən də daha da inkişaf etmiş texnologiyalar var. Misal üçün, Amazon'un Just Walk Out texnologiyasında kameralar və ağıllı sensorlar marketlərdə və mağazalarda səbətə qoyduğun hər məhsulu avtomatik tanıyır. Sən sadəcə məhsulu götürüb çıxırsan. Pul isə hesabından özü çıxılır. Heç skan etməyə də ehtiyac yoxdur. Süni intellekt və self-servis texnologiyalar sayəsində kassir peşəsi gələcəkdə demək olar ki, tamamilə yox olacaq. Bu isə həm şirkətlər üçün ucuz başa gəlir, həm də sürətli və effektivdir. Artıq bir çox mağazalar bu sistemə keçib və gələcəkdə bu tendensiyanın daha da artacağı gözlənilir. Tarixə qovuşacaq digər sahələrdən, peşələrdən biri isə telemarketinq işçiləri və ya sadə dillə desək, telefonla reklam və satış edən işçilərdir. Əvvəllər telefonla reklam zəngləri edərək məhsul tanıtmaq, xidmət təklif etmək, kampaniyalardan xəbər vermək üçün telemarketinq işçiləri saatlarla zəng edirdilər. Amma bu sahə də süni intellektin hədəfindədir. İndi bir çox şirkətlər bu işi AI əsaslı avtomat sistemlərə həvalə edib. Artıq robot səsi ilə zənglər edilir, müştərinin cavabına uyğun cavablar avtomatik verilir. Hətta bəzi sistemlər insan danışığını tanıyır və ona uyğun interaktiv cavab verir. Süni intellekt yorulmur, səhv etmir, əsəbləşmir və günün istənilən saatı işləyə bilir. Bu da onu daha sərfəli və effektiv edir. Telemarketinq sahəsində işləyən minlərlə insan artıq işini itirib və bu proses davam etməkdədir. Gələcəkdə isə bu peşənin tamamilə robotlara ötürüləcəyi gözlənilir. Öz işini itirəcək digər peşə sahibləri sürücülər olacaq. Sürücüsüz gələcək yaxınlaşır. Süni intellekt artıq bu peşəni də ələ keçirməyə başlayıb. Süni intellektin ən çox dəydiyi sahələrdən biri də nəqliyyatdır. Bir çox ölkədə sürücüsüz avtomobillər, yəni avtonom maşınlar sınaqdan keçirilir və real həyatda istifadə edilir. Məsələn, Amerikanın bəzi şəhərlərində süni intellektlə idarə olunan sürücüsüz taksilər artıq fəaliyyət göstərir. Müştəri mobil tətbiqində maşını çağırır, maşın gəlir və onu sürücüsüz istədiyi yerə aparır. Bu texnologiyanı Waymo, Tesla və Cruise kimi şirkətlər inkişaf etdirir. Eyni vəziyyət yük daşıma sahəsində də müşahidə olunur. Avtonom yük maşınları uzun məsafələri heç bir sürücü olmadan qət edə bilir. Onlar süni intellektlə marşrut, hava şəraiti və yol vəziyyətinə uyğun qərarlar verir. Bəzi şəhərlərdə isə artıq sürücüsüz metro və avtobuslar fəaliyyət göstərir. Kameralar, radarlar və sensorlarla təchiz olunan bu nəqliyyat vasitələri insan olmadan hərəkət edir, dayanacaqda dayanır və təhlükəsiz şəkildə idarə olunur. Bu texnologiyalar tam yayıldıqdan sonra minlərlə sürücünün işi risk altına düşəcək. Çünki süni intellekt daha az xərc tələb edir, yorulmur, səhv etmir və 24 saat fasiləsiz işləyə bilir. Gələcəkdə isə sürücü peşəsi dünyanın bir çox yerində tamamilə yox ola bilər. Əvvəllər böyük fabriklərdə minlərlə fəhlə işləyirdi. Montaj, qablaşdırma, qaynaq, yoxlama və daha çox iş insan əli ilə görülürdü. Amma süni intellekt və avtomatlaşdırılmış robotlar bu sahədə də inqilab yaradıb. Artıq süni intellektlə işləyən robotlar zavod və fabriklərdə bir çox insanın işlərini öz üzərinə götürür. Bəs robotların bu işdə üstünlüyü hansıdır? Robotlar yorulmur, heç bir səhv etmir və gündə 24 saat fasiləsiz işləyə bilir. Hər bir işi dəqiqliklə və sürətlə yerinə yetirir. Buna görə də istehsal xətləri tamamilə AI ilə idarə olunan robotlarla avtomatlaşdırılır. Misal üçün, bir avtomobil zavodunu düşünün. Əvvəllər onlarla insan bir avtomobilin yığılması üçün
çalışırdı. İndi isə bir çox zavodda robot qollar avtomatik şəkildə hissələri birləşdirir, vidalayır, boyayır və hazır məhsulu ortaya çıxarır. Artıq qablaşdırma və yoxlama işləri də robotlara keçib. AI ilə təchiz olunmuş kameralar məhsulu yoxlayır, hər hansı bir problem olarsa onu ayırır, hətta qablaşdırmanı belə süni intellekt idarə edir. Bu texnologiyalar genişləndikcə zavod və fabriklərdə çalışan sadə fəhlələrin işi getdikcə azalır. Gələcəkdə bu sahədə yalnız texniki bilikləri olan insanlar, yəni robotları proqramlaşdıran və idarə edən işçilər lazım olacaq. Növbə gəldi dizaynerlərə. Daha çox sadə dizaynlar hazırlayan dizaynerlərin işi də təhlükədədir. Süni intellekt artıq dizaynda yarada bilir. Əvvəllər bir afişa, loqo, poster və ya sosial media üçün vizual yaratmaq üçün qrafik dizaynerlər saatlarla çalışmalı olurdu. Amma bu gün artıq AI dizayn alətləri ilə bir neçə saniyə ərzində göz oxşayan dizaynlar hazırlamaq mümkündür. Süni intellektlə dizayn yaratmaq artıq çox sadədir. İnsan sadəcə süni intellektə istədiyi tapşırığı verir və bir neçə saniyə ərzində istənilən formada poster və ya loqo hazırlayıb təqdim edir. Sən sadəcə mənə sadə və cəlbedici bir poster yarat kimi bir əmri verirsən və süni intellekt sənin yerinə fon seçir, şriftləri uyğunlaşdırır, rəngləri tənzimləyir, vizual balansı qoruyur, hətta yaradıcılıq qata bilir. Və bütün bunlar bir neçə saniyə çəkir. Loqolar, reklam bannerləri, Instagram postları eyni qaydada hazırlanır. Bəs təhlükə hansı dizaynerlərə aiddir? Hələ ki bu texnologiyalar daha çox sadə dizayn hazırlayan insanları əvəz edir. Əvvəllər bu işlərə görə dizaynerə pul ödənilirdi, indi isə bir çox insan bu işləri AI ilə özü hazırlaya bilir. Və belə görünür ki, gələcəkdə sırf sadə dizayn hazırlayan dizaynerlər üçün iş imkanları kəskin azalacaq. Əvəzində yaradıcılıq və dərin dizayn bilikləri olan peşəkarlar süni intellektlə birlikdə işləyərək daha üst səviyyədə işlər görə biləcəklər. Gələcəkdə mühasiblər süni intellektin oyundan uzaqlaşdırdığı peşələrdən biri olacaq. Rəqəmlərlə işləmək artıq insan işi deyil, deyə bilərik. Uzun illərdir ki, mühasiblər şirkətlərin maliyyə hesabatlarını aparır, vergi bəyannamələrini hazırlayır, gəlir və xərclərini hesablayır. Bu işlər həm dəqiqlik, həm də məsuliyyət tələb edir. Amma süni intellektin bu sahəyə də daxil olması ilə vəziyyət dəyişir. Süni intellekt mühasibatlıqda nə edir? Artıq bir çox şirkət və fərdi sahibkar AI əsaslı mühasibat proqramlarından istifadə edir. Bu proqramlar gəlir və xərcləri avtomatik analiz edir, vergi hesabatlarını hazırlayır, qanunvericilikdəki dəyişiklikləri izləyir və tətbiq edir. Hətta xətaları belə tanıyır və dərhal xəbər verir. Ən maraqlısı odur ki, AI bəzən təcrübəli mühasibdən daha sürətli və daha dəqiq olur. Məsələn, QuickBooks, Xero, Zoho Books kimi proqramlar artıq dünyanın hər yerində minlərlə şirkətin maliyyə işlərini mühasibsiz aparır. Bəzi sistemlər çəkilən qəbzləri tanıyır, xərci avtomatik əlavə edir, hesab fakturalarını özü yazır. Bu texnologiyalar inkişaf etdikcə, xüsusilə gündəlik və sadə mühasibət işləri ilə məşğul olanlar üçün risk artır. Gələcəkdə bu peşədə çalışmaq üçün yalnız proqram biliklərinə sahib olmaq deyil, həm də analitik düşüncə, vergi qanunvericiliyini anlamaq və texnologiya ilə işləyə bilmək vacib olacaq. Növbəti təhlükə copywriterlərindir, yəni məqalə yazarları. Süni intellekt artıq onların yerinə yazı da yaza bilir. Əvvəllər saytlar, jurnallar, reklam kampaniyaları və sosial media üçün məqalə, mətn və reklam yazıları yazmaq üçün peşəkar yazarlara ehtiyac vardı. Amma süni intellekt bu sahədə də qapını döymədi. Qapını sındırıb içəri girdi. Artıq ChatGPT, Jasper AI, Copy AI kimi alətlərlə sadəcə bir neçə cümləlik mövzu verməklə tam bir məqalə yazmaq mümkündür. Bu proqramlar vasitəsilə cəlbedici reklam mətnləri, SEO uyğun blog postları, hətta kitab fəsilləri belə yaratmaq mümkündür. Həm də düzgün qrammatika, təkrar olunmayan cümlələr, yaradıcılıq və sürət. Bunların hamısı bu proqramlarda var. Ən böyük zərbə isə copywriterlərə, yəni reklam üçün sözlərlə işləyən yazarlara dəyir. Çünki süni intellekt fikir yaradır, loqo sloqanı tapır, məhsula uyğun satış cümlələri təklif edir.
Bu isə reklam agentliklərinin işini azaltmağa başlayıb. Artıq minlərlə sayt, blog və hətta qəzet AI yazılarından istifadə edir. Sadə məlumat verici və reklam yönümlü yazılar üçün süni intellekt kifayət edir. Gələcəkdə bu sahədə işləmək üçün yaradıcılığı, dərin analizi və insan duyğusuna toxuna bilən yazı qabiliyyətini inkişaf etdirmək çox vacib olacaq. Haqqında bəhs etdiyimiz peşə sahələrini təhlükə gözləsə də, bir çox peşələr var ki, onları əvəz etmək hələ ki, süni intellekt üçün çox çətindir. Bunlardan biri də təmir ustalarıdır. AI nə qədər ağıllı olsa da, divara mismar çaxa, kranı dəyişə, paltaryuyanı təmir edə bilməz. Təmir ustalarının işi fiziki çeviklik, məkan hissi, çox illik təcrübə və yaradıcılıq tələb edir. Məsələn, elektrik problemi üçün evə gələn usta vəziyyəti yerindəcə dəyərləndirir və nəyi necə edəcəyini bilir. Bu və bir çox ustaların illərlə təcrübədən topladığı qabiliyyətlər süni intellekt üçün çox çətindir. Süni intellekt bu işləri bəlkə də idarə edə bilər, amma yerinə yetirə bilməz. Süni intellektin toxuna bilmədiyi sahələrdən biri də səhiyyədir. Bəli, süni intellekt artıq bəzi diaqnozları daha dəqiq və tez qoya bilir, amma xəstəyə qucaq açmır, əlini tutmaz, inandırmaz, təsəlli verə bilməz. Həkimin verdiyi ümid, xəstəyə olan münasibəti və emosional dəstəyi müalicənin bir hissəsidir. Tibb bacısı xəstənin qayğısına qalır, durumunu hiss edir, ehtiyaclarını sözsüz belə anlayır. Bu sahələrdə insanın empati qabiliyyəti süni intellektin əvəz edə bilməyəcəyi bir üstünlükdür. Süni intellektin toxuna bilməyəcəyi sahələrdən biri də yaradıcı sənətlər, misal üçün aktyorluq, rejissorluq, musiqi sahəsi. AI şəkil çəkə, musiqi bəstələyə bilər. Hətta aktyor səhnəsini animasiya şəklində canlandıra da bilər. Amma orijinal ilham, daxili hiss, mədəni və emosional dərinlik bunlar insana məxsusdur. Bir aktyorun səhnədə improvizasiya, bir musiqiçinin içdən gələn melodiyası, bir rejissorun filmə verdiyi şəxsi vizyon. Bunlar robot tərəfindən təqlid oluna bilər, amma yaradılıb yaşadıla bilməz. Bir sözlə, sənət ürəklə edilir, süni intellektin isə ürəyi yoxdur. Psixoloq və məsləhətçilər, insanı anlamaq, ruhunu oxumaq. AI insan davranışlarını təhlil edə bilər, statistik olaraq çıxış yolu təklif edə bilər, amma insanı eşitmək, onun hisslərini tutmaq, sadəcə sözünü kəsmədən yanında olmaq, bu insanın insana edə biləcəyi ən dəyərli şeylərdən biridir. Psixoloq və məsləhətçilər empati, şəfqət və intuitiv anlayış ilə işləyirlər. Bu sahədə texnologiya alət ola bilər, amma özəyin özü insan qalır. Bir sözlə, insan psixologiyasını anlamanın ən böyük sirri başqa bir insan olmaqdır. Və belə görünür ki, yaxın illərdə süni intellekt bir çox sahəni dəyişəcək və insan yenə də ən önəmli resurs olaraq qalacaq. Sənin fikrincə, süni intellekt hansı peşəni tam əvəz edə bilməz? Rəylərdə öz fikrinizi yaza bilərsiniz və daha maraqlı videolar üçün abunə olmağı unutmayın. Sağ olun.